İmam Hadi əleyhissalamın bir dostu var idi. Bir gün imamla danışdı ki, sabah zöhr namazını qılıb filan məkanda bir-birimizi gözləyək, harasa gedəcəkdilər. İmam əleyhissalam namazını qılar-qılmaz getdi həmən yerə. Bu şəxsin yadından çıxdı. Axşam namazına az qalmış, yadına düşdü ki, bəs imamla vədələşmişdi. Yüyürdü imamın evinə. Ev əhlindən bir nəfər dedi, ağa namazı qılar-qılmaz getdi. Amma bilmədik hara getdi. Şəxs başa düşdü ki, bəlkə də həmən yerə gedib. Yüyürdü həmən yerə, gördü imam əleyhissalam bir daşın üstündə oturub gözləyir. Ağadan üzrxahlıq edəndə Həzrət buyurdu ki, and olsun Allaha, əgər 3 gün gəlməsəydin, 3 gün burada səni gözləyəcəkdim. Çünki vədənin müddəti 3 gündür. Bax, bu hədis onu göstərir ki, biz əhdimizə nə qədər riayət etməliyik. Bəzən deyirsən, saat 12-də filan yerdə görüşək, 12 olur, 2, 3 və s. Yəni, vədə. Bunu ona görə qeyd elədim ki, vədəyə xilaf çıxmaq Allahın bəyənmədiyi və həmçinin böyük günahlardan olan bir əməldir.